Sumqayıt şəhərində Yeni il bayramı münasibəti ilə möhtəşəm tədbir keçirildi. Bayram tədbiri şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşdı. Əvvəlcə aparıcılar Dünya Azərbaycanlıların Həmrəylik gününün tarixi əhəmiyyətindən geniş bəhs etdilər. Qeyd olundu ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəyliyi yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlıların yaşadıkları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdiyi Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Vurğulandı ki, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü bayramı dünyanın 70-dən çox ölkəsində Azərbaycanlılar tərəfindən qeyd olunur. Diqqətə çatdırıldı ki, 1991-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlıların Həmrəylik günü elan etdi. Beləliklə, bütün Azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü bayramı edilir. Azərbaycanlılar bu günü ilə fəxr edir və onu qürurla qeyd edirlər. Daha sonra son bir il ərzində Sumqayıt şəhərində görülən quruculuq və abadlıq işlərindən bəhs edən film nümayiş etdirildi. Bayram tədbirində çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi Yeni il bayramı münasibəti ilə ürəkdən təbrik etdi. Zakir Fərəcov 2016-cı ildə Sumqayıtın tarixində əlamətdar hadisələri yada salaraq bildirdi ki, şəhərimizdə möhtəşəm layihələr həyata keçirildi. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində şəhərin hər bir sakini Sumqayıta öz töhfəsini verdi. Şəhərdə əsl möcüzəyə çevrilən nağıllar aləmini xatırladan möhtəşəm dənizkənarı bulvar salındı. Heydər Əliyev mərkəzi musiqi və şahmat məktəbi tikildi. Sülh və Sahil küçəsi genişləndirilərək abadlaşdırıldı. Sumqayıt Dövlət Dram Teatrı yenidən quruldu. Şəhər ərazisində sadalamaqla bitməyən abadlıq işləri görüldü. Təbii ki, görülən bütün bu işlər əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. 2017-ci ilin hər kəsdə ruzili uğurlu gün nəsib olacağını deyən Zakir Fərəcov, yeni ildə Sumqayıtda yenidən mühüm layihələrin həyata keçiriləcəyini bildirdi. Şəhər rəhbəri çıxışının sonunda hər kəsə uğurlar arzuladı. Daha sonra Sumqayıt şəhər icra hakimiyyəti adından bir qrup şəxsə səmərli fəaliyyətinə görə fəxri fərmanlar təqdim edildi. Tədbir konsert proqramı ilə davam etdirildi. Sonda ateşfəşanlıq oldu. Gülü Əli Quliyeva, Elbrus İsmailov, Dünya TV.